Ula bu da sənin sumkaların, rədd ol bizim evdən. Taksim pulunu da özün verərsən. Ay dayı, sənin qızın niyə belə eləyir? Qızım deyir oğlum, gəlinimdir. Bay, ayıb olsun deyirəm dayı. Otur gedək. Dayı, neçə övladın var? Bir övladım var oğlum. Deyirəm, əziyyətlə övladdır, o da belə eləsin. Belə çıxmasın dayı, mən taksi işləyə qoşulmuşam pilot parka. Düzdür, pis pul qazanmıram, yaxşı qazanıram, reşən faizlər olur, endirimlər olur. Amma həmin pulla təsəvvürlə dayı, atama baxıram, anama baxıram, qardaşıma, bacıma, onların uşaqlarına, hətta xalama belə baxıram. Heç nə belə cəzasız qalmayacaq. Düzdür dayı, düzdür. Çox nurani insansınız. Sizin qədrinizi bilməmək məncə böyük bir günahdır. Çatdıq dayı. Sağ ol oğul. Mən sənə belə bir yaxşılıq eləmək istəyirəm. Nə? Bax, səhərdən desən ataya baxırsan, anaya baxırsan, qardaşa baxırsan, xalaya da ver mən baxım. Nə deyirsən? Yiyəli eləyim, saxlayayım onu, başa düşün, pensiyam ona xərcləyim. Sənin gəlinin düzey. Sənin başına torba keçirib pişik kimi azdırmaq lazımdır.